13-cü turda Qəbələ komandası Qəbələ şəhər stadionunda Kəpəzlə qarşılaşır. Oyundan öncə azarkeşlər və futbolçular Qəbələ Futbol Akademiyasının 2 həftə əvvəl oyun zamanı dünyasını dəyişmiş məşqçisi Eldəniz Süleymanovun, eləcə də futbolçu Viktor Mendinin anasının vəfatı ilə əlaqədar bir dəqiqəli sükut elan edirlər və Qəbələnin futbolçuları da Eldəniz Süleymanova görə meydana xüsusi plakatla çıxmışdılar bu qarşılaşmada. Beləliklə, Eldəniz Süleymanovun xatirəsi yad olundu. Doğrudan da Azərbaycan futbolu üçün böyük bir faciəvi itki idi. Və bu qarşılaşmanı Rəhim Həsənov idarə edirdi. Gənc hakim, Kəpəz komandası göy geyimdə, Qəbələ ənənəvi qırmızı geyimdə mübarizə aparırdı. Oyun qarşılıqlı hücumlarla başlayır, ancaq ilk təhlükəli qol vəziyyəti Kəpəz tərəfindən yaradılır. Benjamin Asani vəziyyəti topu ələ keçirir. Benjamin Asani'nin zərbəsi və qapçı bu epizodda yaxşı oynayır. Diego Costa Silva Qəbələni qoldan xilas edir. Qəbələnin hücumu Dodo. Qapıya doğru uzaqdan zərbə Rəşad Abdullayevdən. Qapçı səhvə yol verir, təkrar zərbə. Asis topu boş qapıya göndərə bilmədi bu epizodda. Qapçının inanılmaz kobud səhvi və Asis bu vəziyyətdən yararlana bilmir. Lorivar Rodriguez Asis topu qapıya göndərə bilərdi. Növbəti təhlükəli epizod bu dəfə Viktor Mendi. Ancaq Mendi də dəqiq oynaya bilmir. Kəpəz komandası topu ələ keçirir. Qayda pozulmayıb. Kəpəzin əks hücumu. Lakin qapıya doğru zərbə vurmaq mümkün olmadı. Hücum davam edir. Daha bir zərbə bu dəfə də dəqiq olmur. Benjamin Asani 88 nömrəli futbolçu qapıya doğru zərbə vurmuşdu. İkinci hissədən fragmentləri izləyirik. Yenə Benjamin Asani. Asani'nin zərbəsi və Costa. Diego Costa yaxşı oynayır. Asani ekranlara gəldi. Kəpəz komandasının 88 nömrəli futbolçusu. İkinci hissədən fragmentləri izləyirik və Qəbələnin növbəti hücumu. Qapçı əvvəlcə yaxşı oynadı, daha sonra top qapı tirində dəydi. Dodonun zərbəsi təhlükəli alındı bu epizodda. Kəpəzin qapçısı Xəyal Zeynalov həm də komandanın kapitanıdır. Bir qədər əvvəlki vəziyyətdə yaxşı oynadı. Növbəti təhlükəli vəziyyət. Asani yerdə qalır. Qapıya doğru zərbə və hesab açıldı. Hesab açıldı Viktor Mendi. Nəhayət ki, 61-ci dəqiqədə meydan sahibləri istədikləri qolu vururlar. Qəbələ şəhər stadionunda böyük coşku var. Azarkeşlərin sevinci ekranlara gəlir və hesab açıldı. Asani rəqib futbolçu ilə mübarizə aparır. Burada hakim oyunu davam etdirir və özünü yetirən Viktor Mendi dəqiq zərbə ilə hesabı açır. Ramiz Məmmədov qeyd edək ki, cəzalı olduğundan bu görüşü tribunadan izləyirdi və çox həyəcanlıdır. Qəbələni bu görüşü onun köməkçisi Badri Kvaratskhelia ilə çıxarmışdı və qarşılaşmada 66-cı dəqiqə Kəpəzin qapısına penalti təyin olundu. Nikolay Svejentsev bu epizodda 50 oynamışdı. İzləyirik. 18 nömrəli futbolçu əlbəttə bilməyərəkdən burada top onun əlinə dəydi və hakim bu epizodu penalti kimi dəyərləndirdi. Beləliklə 11 metrlik cərimə zərbəsi təyin olunub. Zərbəni Rəşad Abdullayev yerinə yetirəcək. Rəşad Abdullayev topu qapının 9-luğuna göndərir. Gözəl qol vurur. Penalti zərbəsini ustalıqla yerinə yetirir Qəbələ komandasının kapitanı. Hesab artıq 2-0 meydan sahiblərinin xeyrinədir. Çox gözəl, qapıçının da çata bilməyəcəyi bir nöqtəyə göndərdi Rəşad Abdullayev topu. Yenə də Abdullayev qapıya zərbə vurur, təkrar zərbə və qapıçı yaxşı oynadı. Dejan Kelhar ikinci zərbəni vuran futbolçu idi, Sloveniya əsilli oyuncu. Kəpəzin hücumu. Müdafiəçilər topu boş qapıdan çıxarırlar. İlk zərbəni qapıçı dəf etdi və bu epizoddan da yararlana bilmir. Gəncə futbolçulara daha sonra qayda pozulur.
hesab arasındakı fərqi azaltmağa yönəlik bir hücum oldu. Beləliklə oyunda başqa qol olmur və Qəbələ Kəpəzi 2-0 hesabı ilə məğlubiyyətə uğratdı.